Salam, bloka hazırlaşan uşaqlar üçün bir sualın izahını çəkəcəm. Bizə deməli kvadrat tənliklər mövzusuna aid belə bir sual veriblər. Deyir x2 çıxılsın 6x plus q bərabərdir 0 tənliyində. Deməli x1 və x2 deyir bu tənliyin kökləridirsə aşağıdakı ifadəni bizə verib. 3x1 plus 2x2 bərabərdir 18 olarsa q-nü soruşur bizdən. Biz bilirik ki, kvadrat tənliklər mövzusuna Viye teoreminə görə x1 plus x2, yəni köklərinin cəmi əks işarə ilə ikinci həddə bərabərdir. Köklərinin hasili isə, yəni q-müz köklərin hasilidir. x1 vurulsun x2. İndi biz bunu tapmalıyıq. Nə edək buradan? Sistem tənlik şəklində belə bir ifadə alırıq. 3x1. Deməli, aşağıdakı ifadəni biz -3-ə vursaq hər tərəfini. Yazıram, -3 x1 çıxılsın 3x2 bərabərdir -18. Yuxarıdakı ifadəni də aşağı köçürdürəm. 2x2 bərabərdir 18. Və bu hər ikisini tərəf-tərəfə toplasaq, deməli x1-lər gedir, qalır -3x-in üzərinə 2x2 gəlsək, eləyəcək -2x2 bərabərdir 0. Yəni bir köküm olacaq 0. Digər köküm isə buradan x, deməli 2-nin yerinə 0 yazsam, x1-in də 6 olduğunu gördüm. Və köklərin biri 0, digəri 6-dırsa, 0-ı da 6-ya vursaq eləyəcək 0. Yəni q-nin qiyməti olduğu 0.